Akif gəldik hara çıxdıq. Yetim Petrolun yanında bir dənə 2 mərtəbə konkret villa çıxartdıq. Pramo Jalus qapı ilə. Qardaşım gəl. Gəl qardaşım tanış eləyək. Buna bax hələ. 033. Hoş gəlmisiniz. Hoş Güldən gəlmisiniz. verir balası. Konkret deyir okka verir. Ruslan, Can. bu Jalus var ha. Bəli. Çalış onu aramızdan götürmür. 100%. İnşallah bir dənə ev çıxartdıq ki. Ruslan deyir ki, sizə bir dənə həyət evləri verəcəm ki. Diz yox, başa vur ağla. Həqiqətən baxıram evlərə, otur diz yox, başa vur ağla qardaş. Bir dənə ev çıxartdı ki qardaş. Yüksək səviyyədə, ideal remontda, düz mərkəzdə. Qardaşım, qəsəbənin mərkəzində, Yetim Petrolun yanında mərkəzi kanalizasiyası var. 80 kvadrat evin kupçası var. Gələcəkdə hamısını da kupça eləyə biləcək. Qardaş dayanmır. Jalisdən qapısı. Nə istəsin var? Asfalt küçədə yerləşir. Qapının ağzına kimi asfalt küçədir. Burada gələcəkdə isə naves kimi yarda bilərsiniz ki, maşını rahat sala bilərsiniz altına. Qaras kimi qardaşım demək istəyir. Qaras kimi, bəli. Naves kimi. Qalıb kürdəmizdə gələcək inşallah Bakı. Otağı var, kladovkası var, kombixanası var. Yəni çox genişdir içərisi. Çöldə əşya, məşya, əli önə keçdi yığdı. Artıq beşlər yığa Evin bilərsiniz. içini sən görsədiyim qardaşım. Otur ağla. Gəl. Qapını bağla. Qapını bağla. Otur ağla. Qapını bağla. Otur ağla. Gəl. Hətin burasın. Evin üz görünüşündə çərçəvəsi olması. Ev qardaşım heç bir halda heç yerə sökənməyib. Öz ayağının üstündə duran evdir konkret. Gəl. Bax burada çöldə ayaq yolu tikib inşallah siz alıb tamamlayasınız. Evin böyrün başını çək baxsınlar. Bisetka da burada tikmək olar gələcəkdə. Besiskada tikmək olar. Təbii ki onun üçün ayırıblar o yeri. Evin qarşısında. Qoşa qapı qardaşım. Buradan bilsən nə ağacın. Evimizə gəlin gəlir inşallah. Açsan qoşa qapını. Geniş Gəlsin. qapısı var, dəmir qapıdır. Gəl. Keyfiyyətli. Ya Allah, Ay bismillah. maşallah bu nə də? Ev ümumi olaraq istipol, monolit betondur. Düşmür, Mərtəbə arası monolit alım beton. nə bunu. Gəl qardaş, Gəl. hoş gəlmisən. Salam əleykum. Salam aleyküm. Gəl. Piləkəni kerma qranit mərmər ən bahalısında. İstipondan Və ibarət. betondur, taxta deyil, istipoldur. Keşke sanuzeri çək baxsınlar. Geniş bir dənə qonaq otağı var. Allah hər evi qonaqlı qaralı eləsin. Zıppıltı qonaq otağımız var. Gəl. Geniş bir dənə mətbəxi var. Otur burada ye işlər, zala ehtiyac yox. Burada pişirir, burada düşür, ye iç. Konkret olaraq. 3 otaq aşağıdadır. İnşallah qalxıb üstüdə görsədəcək. Qardaşım, ürəyin istəyən tək otağa Bir baxsınlar. otağımız da burada var, burada uşaq yatıb görsədə bilmirik. Geniş otağı var, yataq otağı. Qalxaq üstə. Allah hər evi ikinci inşallah uşaqlı qaralı eləsin. Olmayanlara da uşaq nəsib eləsin inşallah. Evin kvadratı qardaş nə qədərdir ümumi? Piləşən 200 mərmərdən kvadratdır evin. 200 kvadratdan ibarətdir qardaşım. Gördüyün həqiqətən zırıltı, Zabit zıppıltı ev. qardaşım 5 otaqdır ümumi, 5 otaq. 5 otaq. Deməli, Neçə kvadrat? 4 yataq, bir qonaq otağıdır. 200 kvadratdan. Özəlliyi nədir qardaşım? Özəlliyi odur ki, düz mərkəzdə də. Qəsəbədə. Kanalizasiya sistemi mərkəzidir, konkret olaraq. Hamam sanitar qovşağı da var Bir burada. dənə otaqlarını tək baxsınlar. Həqiqətən geniş evdir, zırıltı evdir. Lampası yanmır. Buranın lampası yanmır. Hamam sanitar Canın qovşağı. sağ olsun. Qəşəng. Üstdə də amma Səliqəli tualet var, qardaş. aşağıda da. Səliqəli. Duş kabinanı da yeri qoyulub. Tək baxsınlar bir dənə belə geniş otağı var. Gəl. Üstdə də bir zal ayırıblar ki, 85. bir dənə 2 qardaş aldı, onu da Və fikirləşmir. buradan da denə qardaş balkondan da çıxış giriş var. Buradan çölə. Və yataq otağından da var çıxış giriş. Ya Allah, biraz çətin açılır. Amma açdıq. Gözdə yıxılarsan qardaş. Diqqətli ol. Bir dənə nəyi qalıb buranın? Xırdapara təmin işləri. Qabaq, nə bilim, balkonunun setkası, plakanın qıraqları, Bəli. belə bir şeylər qalıb. Plakan da Sonun mərmər. tamamlayırsan qonaq otağında. Necə? Sonuncu. Gedək. Gedək qonaq otağına. O bir otağı da görsə də inşallah. 200 Dayanmır da bu. kvadratdan ibarətdir 5 otaq. Bildim. Ramal. Ne olur 33 dayanmır qardaş. Qardaş, sabahdan çıxırıq çəkilişə 033-dən 049. Sövsanda nə qədər ev varsa satışda hamısını çəkəcəyik. Kim ev satmaq istəyirsə inşallah səhifədə nömrələrimiz qeyd olunub. Çəkiliş tam pulsuzdur. Gəlib çəkəcəyik bir-bir inşallah. Tez bir zamanda da ki satacağıq. Çörəmizə dəydiyi üçün pulla çəkir. Qardaşım, qiyməti neçə deyirəm bunu? Bu boyda zırıltı zıppıltı ev, düz qəsəbənin mərkəzində.
80 kvadratda bunun kupçası var. Jalüs qapı ilə qardaş. Gəldin maşını açdın, saldın içəri. Ay narahat yatasan, çöldə maşın Şəxsi qaldı. tikilidir qardaş. Elə bir şey yox. Çox təcili, qiyməti 10.000 düşüb aşağı. Gecə ilə. Biz gecə ilə gəlmişiksə, demək burada indirim. Bəli. 184.000 manata. Bəli. Qardaş gəlirsən, indi deyir də 184.000 Kupça var, manata. kanalizasiya var, Özümüz qəsəbənin silir. Yəqin mərkəzində. orada 4'ü qoyub ki, var axı bizlərdə. Bəli. Müsəlmanlar. Qardaş, kupça var, qəsəbənin mərkəzində, mərkəzi kanalizasiya sistemli, şəxsi tikili və ən gözəldəki mərtəbə arası maneəlik betondur. 033 049. Gəl Salamlayır üst-üstə hər biriniz. zəng elə qardaş. Gəlin, gözləyirik. Gəl üst-üstə zəng Allah elə. xeyir versin. Bu əl-ələ verib nəsə eləyir də. Bu aran, bax makleri seçsən aranla, danışmaz yalanla qardaşım. Bax deyirəm. Bunu deyirəm ha sən. Sən iləri gözləyir inşallah. Allah xeyir versin. Sağ olun.